bu gənclərin arasında ən çox yayılan suallardandır. Allahı kim yaradıb? Məktəbli səviyyəsində olanların verdiyi bir sualdır. Bir gənc bu sualı verərsə, mən bunu başa düşürəm. Amma bəzən görürsən ki, diplomlu şəxslər, ziyalılar, az qalsın ki, 80-i haqlamış şəxslər, özünü müdrik saymış şəxslər bu sualı verir. Bilirsinizmi, bu insanların nəzərində Allah nədir? Bu sualı verəcəyəm. Sən Allahı necə təsəvvür eləyirsən ki, onun yaradıldığını da iddia eləyirsən? Bilirsinizmi, yaradılmama deyilən bir şey var. Allah yaradılmamışdır, kainat, təbiət yaradılmışdır. Allahla kainat arasındakı fundamental fərq bundan ibarətdir. Hər halda materialistlər də çox cəsarətlə deyirlər ki, enerji və materiya həmişə mövcud olmuşdur, o yaranmayıb. Deməli, onlar özləri də